Bismillahirrahmanirrahim. Güvenirik Allah ile şeytandan, onun həmzatından, güvenirik onların huzurumuza gəlmələrindən. Həm şükür, sənə ucalıq Allah üçündür, Rəbbidir aləmlərin. Aqibət, xeyir Allahdan qorxanlar üçündür. Allahın sülhü, əmin-amanlığı, rəhməti, bərəkəti, islahatı olsun üzərində inanıb, əməllərini islah edən, biri-birini haqq ilə, səbir ilə tövsiyə edən bəndələrin üzərində. Allahın lənəti olsun Allahın düşmənlərin üzərində, onun inanan bəndələrin düşmənlərin üzərində, bu gündən axirətin gününə qədər. Amma sonra. Əziz İbrahimoğulları və əziz qardaşlarım, mən Həbib İbrahimoğlu 20-ci əsrin axırında, 20-ci əsrin əvvəllərində Allah tərəfindən seçilərək qaldırılmış Quba Qəşəşin ümmətin Rəsulu Firdevsi İbrahimoğlu'nun varisi, öz adımdan və ümmətimizin adından sizləri salamlayıram. Allahın izni və yardımı ilə bu mübarək Quranın çevirməsinin qiraətinə başlayacağım. Güvenirik Allah ilə şeytandan müraciət etmişdən. Bismillahirrahmanirrahim. Rəbbimiz sənin izninlə və yardımınla başlayırıq mübarək Quranın çevirməsinin qiraətinə. Bərəkətli et və qəbul et bizdən niyyətimizi və elmimizi artır. Vasitə axtarıq üzərinə səni özümüzə arxa vəkil bilib sənə təvəkkül etməyə. Dillərimizi sənin zikrin və şükrünlə rəvan et. At qəlbimizə o şeyləri ki, axirətin günündə bizlərə nicat verər cəhənnəm əzabından. Bağışla bizləri rəhm et, sən rəhm edənlərin ən yaxşısısan. Qəlblərimizdən kini, küdurəti, paxıllığı, təkəbbürlüyü və sənin xoşuna gəlməyən şeylər silib atmaqda bizlərə kömək et. Ən gözəl nemətin olan şəhadəti bizlərə qismət et. Bir daha Rəbbimiz sənin isminlə. Bismillahirrahmanirrahim. Allah bu böyükdür. İnşallah sizlər üçün Allah'ın izni Savar surəsindən 53-cü ayəsindən inşallah qiraətə başlayacağım. Beləliklə sınadıq onların bəziləri ilə ki, deyələr, bunlardırmı ki, minnət qoydu Allah onların üzərinə bizim aramızda? Allah tanımırmı şükr edənləri? Onda ki, sənin yanına gəldilər, o kəslər ki, bizim ayələrimizlə inanıblar, de, salam olsun üzərinizə. Yazıbdır Rəbbimiz öz nəfsinə rəhməti. Sizdən kim cəhalət üzündən pis əməl edib, sonra qayıdarsa, bundan və islah edərsə, həqiqətən o qəfurdur, rəhimdir. Belə müfəssəl bəyan edirik ayələri ki, aydın bilsin cərim olunmuşların yolu. De, mənə qadağan olunub ibadət etmək o kəslərə ki, Allahdan başqasını çağırırsınız. De, mən heç vaxt sizin istəklərinizə tabi olmaram. Onda zəlalətdə olub və hidayət tapmaram. De, mənim Rəbbimdən aydın dəlilim var və siz yalancısınız onun ilə. Mənim yanımda deyil, nə ki siz onun barəsində tələsirsiniz. Hökm ancaq Allah üçündür. O haqq ilə hökm edər, o xeyirli müfəssəl edəndir. De, əgər nəyi ki tələsirsiniz, mənim ixtiyarımda olsaydı, iş mənimlə sizin aranızda hökm onlardır. Və Allah alimdir zalimlərlə. Onun yanındadır qeybin açarı. Ondan başqası bilməz onu. Bilər nə ki quruda və nə ki dəryada var. O bilmədən yarpaq yerə düşməz. Yoxdur ərzin zülmətində elə bir toxum və yoxdur rütubətli və quru ki, aşkar kitabda olmasın. Odur ki, sizə vəfat bağışlayır gecə ilə və bilir etdiyinizi gündüz ilə. Sonra qaldırır sizi onda təyin olmuş əcəlin
gəlməsi üçün. Sonra ona tərəfdir müraciətiniz. Sonra xəbər verəcək sizə nə ilə ki oldunuz əməl edənlər. O hakimi mütləqdir üzərində bəndələrinin və göndərir üzərinizə hifz edənləri. Ta onda ki, gəldi sizin birinizə ölüm. Bizim rəsullarımız ona vəfat bağışlar. Və onlar iftira varmazlar. Sonra onlar qaytarırlar Allahın, haqq mövlalarının tərəfinə. Bilin ki, hökm etmək onun üçündür. O sürətli hesab çəkəndir. De kimdir ki, nicat versin sizə qurunun və dəryanın zülmətindən? O halda ki, siz onu aşkar və gizlində çağırırsınız. Əgər bizə nicat versən bundan, olarıq şükür edənlərdən. De, Allahdır ki, nicat verir sizə bundan və külli qəm qüssədən. Sonra siz ona şərik qərar verirsiniz. De, o qadirdir göndərə əzabı fövqünüzdən, ya ayağınızın altından, ya da sizi şiyələr surətində bəzinizin canına salaraq savaşma tamını dadızdırar. Nəzər sal. Necə ayələri onlar üçün sərf edirik, ola ki anlayalar. Sənin qovmunun onun ilə yalan saydı və o haqdır. Mən sizin üzərinizə vəkil deyiləm. Külli xəbərin müəyyən olunmuş bir yeri vardır və siz biləcəksiniz. Onda ki, görürsən o kəsləri ki, ayələrimizə istehza edirlər, onlardan üz döndər, ta başqa söhbətə başlayalar. Nə vaxt ki, şeytan sənə unutturdu, yad edəndən sonra zalim qövmlə oturma. Yoxdur üzərində o kəslərin ki, təqvalıdırlar. Hesabından onların şeydən və lakin yad etmədir. Ola ki, onlar təqvalı olsunlar. Tərk et o kəsləri ki, dinləri oyun və əyləncə ediblər və qürurlu edibdir onları dünya həyatı. Yad et onunla ki, həlak olacaq nəfs kəsb etdiyi əmələ görə. Ona Allahdan başqa dost və şəfa edən yoxdur. Əgər o hər nə əvəz verə, ondan qəbul olunmaz. Həmin onlar o kəslərdir ki, həlak olublar kəsb etdikləri əməllərə görə. Onlar üçün küfürlərinin bərabərində hamamdakı qaynayan su kimi şərab və ələmli əzab var. De, Allahdan başqasını mı çağırar ki, bizim üçün mənfəəti və zərəri yoxdur və üz döndərərək ondan sonra ki, Allah bizi hidayət etdi. Ta o şəxs kimi ki, şeytanlar onu azdırıb və o əzdə heyran qalıbdır. Bir surətdə ki, onun dostları var, onu dəvət edirlər hidayətə. Gəl bizə tərəf. Həqiqi hidayət Allahın hidayətidir və bizə əmr olunub aləmlərin Rəbbinə təslim olmaq. Və qalxın islahata və ondan qorxun. Odur ki, ona tərəf toplanacaqsınız. Odur ki, xəlq etdi səmaları və ərzi haqq ilə. O gün ki, deyər, ol, olar. Onun sözü haqdır. Onun üçündür mülk sur çalınan gün. Alimdir qeybə və şəhadətə. O həkimdir, xəbirdir. Onda İbrahim atası Azərə dedi, bütləri özünüz üçün ilahı mı götürürsünüz? Həqiqətən mən səni və qovmunu aşkar zəlalətdə görürəm. Beləcə göstərdik İbrahimə səmaların və ərzin mülkünü yəqinlik sahiblərindən olması üçün. Amma elə ki, gecə onu bürüdü, bir ulduz gördü. Dedi, bu mənim Rəbbimdir. Amma elə ki, batdı, dedi, batanları sevmirəm. Amma elə ki, qəməri doğan gördü. Dedi, bu mənim Rəbbimdir. Amma elə ki, batdı, dedi,
Əgər Rəbbim məni hidayət etməsə, zəlalətdə olan qovmdan olaram. Amma elə ki, şəmsi doğan gördü, dedi, bu mənim Rəbbimdir, bu daha böyükdür. Amma elə ki, batdı, dedi, ay qövmüm, həqiqətən mən uzağam ondan ki, ona şərik qərar verirsiniz. Həqiqətən, mən vəkimi hənif olaraq ona tərəf döndərdim. Odur ki, yaradıb səmaları və ərzi və mən şərik qoşanlardan deyiləm. Qovmu onunla höccətə başladı, dedi, mənimlə höccət mi edirsiniz Allah barəsində bir surətdə ki, o məni hidayət edib? Mən ona şərik qoşduqlarınızdan qorxmuram. Ancaq o şeyi ki, Rəbbim istəyər. Rəbbim ehtiva edib külli şeyi elmlə. Yad etməzsinizmi? Necə qorxum sizin şəriklərinizdən bir surətdə ki, siz Allah ilə şərik qoşursunuz və qorxmursunuz və nazil etməyib onunla üzərinizə sultanlıq. Bu iki firqənin hansının haqqı var, əmin olar, əgər oldunuz bilənlər. O kəslər ki, inandılar və imanlarını zülmlə qarışdırmadılar, həmin onlar üçün əminlik və onlar hidayət olunmuşlardır. Budur bizim dəlillərimiz ki, verdik İbrahimə və qovmuna qarşı. Biz ucaltdıq dərəcəsini kimin ki istəyirik. Həqiqətən Rəbbim həkimdir, alimdir. Bəxş etdik İshaqı və Yaqubu. Ona və küllisini hidayət etdik. Nuhu isə bundan qabaq hidayət etmişdik. Onun zürriyyətindən Davudu və Süleymanı və Əyyubu və Yusifi və Musanı və Harunu. Biz yaxşı əməl sahiblərinə belə mükafat veririk. Zəkəriyyəni və Yəhyəni və İsanı və İlyası küllisi salihlərdən idilər. İsmailı, Əlisəyi, Yunusu və Lutu biz küllisini fəzilətli etdik aləmlərin üzərində. Onların atalarından və zürriyyətlərindən və qardaşlarından biz onları seçdik və hidayət etdik onları tərəfinə yolun düzünün. Bu Allahın hidayətidir. Hidayət edir onunla bəndələrindən kim istəyir. Əgər onlar şərik qoşsalar, etdikləri əməllər məhv olub gedər. Həmin o kəslərdir ki, əta etdik onlara kitab və hikmət və nə bilik. Əgər küfür etsələr, bunlar fəqət bir qomu onunla vəkil etmişik ki, onunla kafir olmazlar. Həmin o kəslər ki, Allah hidayət edib, onların hidayətinə iqtida et. De, mən buna görə sizdən əcr istəmirəm. O ancaq zikirdir aləmlər üçün. Onlar Allahın qədrini haqq qədri ilə qiymətləndirmədilər. Onda dedilər, Allah nazil etməyib bəşərə bir şey. De, kim nazil etdi kitabı? Odur ki, gəldi onunla Musa, insanlar üçün nur və hidayət olaraq. Siz onu vərəqlər surətində dağıdıb yazdınız və bir hissəsini aşkar edib və əksəriyyətini məhv etdiniz. Siz və atalarınız ondan təlim aldınız, onu ki, bilmirdiniz. De, Allah, sonra tərk et onları put söhbətlərində əylənsinlər. Bu mübarək özündən qabaqları təsdiq edən kitabdır ki, nazil etdik onu, nəzərinə çatdırmağın üçün şəhərlər anasını və onun ətrafında olanları. O kəslər ki, inanırlar axirət ilə, inanırlar onun ilə, onlar öz islahatlarını hifz edirlər. Kimdir zalim o kəsdən ki, iftira edə Allahın üzərinə yalanı, ya deyir,
mənə öyrədilir. Bir halda ki, ona öyrədilmirdi bir şey. Və kim ki dedi, mən də Allahın nazil etdiyinin mislini nazil edərəm. Əgər görəsən, onda ki, zalimlər ölüm çətinliyinə düşürlər və mələklər əllərini açıb onlara deyirlər, görmürük sizinlə birlikdə şəfa edənlərinizi. O kəslər ki, güman edirdiniz ki, sizin üçün şəriklərdir. Əlbəttə, qət olundu aranızda bazı aradan getdi etdiyiniz gümanlar. Həqiqətən Allahdır ki, toxuma və tuma yol açır. Xaric edir dirini meyitdən və xaric edir meyti diridən. Budur Allah. Bəs necə üz döndərirsiniz? O sübhə açan və gecəni sakin olmaq üçün etdi və şəmsi və qəməri isə hesab üçün. Bu təqdiridir əzizin, alimin. Odur ki, etdi sizin üçün ulduzları, onunla qurunun və dəryanın zülmətində hidayət olmasınız. Müfəssəl etdik ayələri bilən qövm üçün. Odur ki, sizi vahid nəfsdən inşa etdi və qərar yeri və əmanət yeri vardır. Müfəssəl etdik ayələri anlayan qövm üçün. Odur ki, nazil etdi səmadan su və xaric etdik onunla hər növ bitki. Xaric etdik ondan yaşıl göyərtilər və xaric etdik onlardan bir-birinin üstünə cərgə ilə yığılmış toxumlar. Xaric etdik xurma ağacının güllərindən bir-birini sıxılmış xurma salxımları və üzüm bağları və bir-birinə bənzəyən və bənzəməyən zeytun və nar. Nəzər salın məhsuluna. Onda ki, məhsul verir və yetişir. Həqiqətən bunda ayələr var, inanan qövm üçün. Etdilər Allah üçün cinlərdən şərik bir surətdə ki, onları o xəlq edildir və elmsizlikdən onun üçün oğlanları və qızlar uydurdular. O sübhandır və alidir nədən ki, vəsf edirlər. Bədiyə edəndir səmaları və ərzi. Necə onun üçün övlad ola bilər bir surətdə ki, onun üçün rəfiqə olmayıb və o xəlq edibdir külli şeyi. O küllüsü ilə şeyin alimdir. Budur Allah, Rəbbiniz. Yoxdur ilahi, ancaq odur. Xaliqidir külli şeyin. İbadət edin ona. O üzərinizdə külli şeyin vəkildir. Gözlər onu dərk etməz və o gözləri dərk edər. O lətifdir, xəbirdir. Əlbəttə gəldi sizə Rəbbinizdən bəsirət. Kim bəsirətlidir, öz nəfsi üçündür və kim kördur, öz əleyhinədir və mən sizin üzərinizdə mühafiz deyiləm. Beləcə sərf edirik ayələri, deyələr, sən dərs alırsan və biz də onu bilən qövm üçün bəyan edək. Tabi ol, Rəbbin tərəfindən sənə öyrədilənə, yoxdur ilahi ancaq odur və üz döndər müşriklərdən. Əlbəttə, Allah istəsəydi onlar müşrik olmazdı və biz səni onların üzərində mühafiz etməmişik və sən onların üzərində vəkil deyilsən. Yaman deməyin o kəslərə ki, Allahdan başqalarını çağırırlar. Olmaya ki, onlar da ədavət və elmsizlikdən Allaha yaman deyələr. Beləcə, zinnətli etdik külli qövm üçün əməllərini. Sonra onlar öz Rəblərinə tərəf dönəcəklər. Və xəbər verəcək onlara, nə ilə ki oldular əməl edənlər. Onlar Allah ilə möhkəm and içirlər ki, əgər onlara ayət gələrsə, onun ilə
inanalar. Ayetler Allah yanındadır. Və sizin nə şuurunuz var ki, onda o gələrsə inanmayacaqlar. Biz döndərərik onları, könüllərini və gözlərini. Nə qədər əvvəl dəfə inanmadılar onun ilə və tərk edərək onları öz tuğyanlarında kör halda. Əgər biz mələkləri onlara göndərək və ölülər onlarla danışalar və külli şeyi onların bərabərində toplayaraq, yenə də inanmazlar, ancaq ki Allah istəyər və lakin onların əksəriyyəti cahildir. Beləcə etdik külli nəbi üçün düşmənlər şeytandan, insan və cinlərdən, bəzilərini məğrurluq üçün gözəl sözlər öyrədirlər. Əgər Rəbbin istəsəydi, onlar o fəaliyyəti etməzdilər. Tərk et onları və nə ki iftira etdiklərini, ta o kəslərin ürəkləri ki, ahirətə inanmırlar, ona tərəf meyl etsin, onların sözlərinə razı olub və xoşhal olsunlar və hər nə əldə etmək istəyirlər, etsinlər. Mən Allahdan qeyrisinə hakim istəyirəmmi? Bir surətdə ki, odur ki, sizə kitabı müfəssəl nazil etdi. O kəslər ki, onlara kitab vermişik, bilərlər ki, nazil olub Rəbbindən haqq ilə və sən şübhə edənlərdən olma. Rəbbinin kəlamı doğruluq və ədalətlə tamam oldu. Onun sözlərini dəyişdirə bilən yoxdur. O səmidir, alimdir. Əgər itaət etsən əksəriyyətindən, kim ki ərzədir, zəlalətə salar səni yolundan Allahın, onlar ancaq zənnə tabi olurlar və ancaq yalan danışırlar. Həqiqətən Rəbbin, o yaxşı bilir kim onun yolunda zəlalətə düşür, o yaxşı bilir hidayət olanları. Yeyin nədən ki, yad edib üzərinə ismi Allahın, əgər oldunuz, ayətləri ilə onu inananlar. Nə oldu sizə yeməysiniz, nədən ki, üzərinizdə yad edilib ismi Allahın? Bir surətdə ki, o əlbəttə sizə müfəssəl bəyan edib, çarəsiz olduğunuz şeylərdən başqa, nə sizin üçün haramdır. Həqiqətən əksəriyyəti onların nəfslərinə uyaraq elmsizlikdən zəlalətə salarlar. Həqiqətən Rəbbin yaxşı bilir həddən çıxanları. Zahiri və batini günahlardan çəkinin. Həqiqətən o kəslər ki, günah qazanırlar, onun müqabilində cəza olunacaqlar. Yeməyin nədən ki, üzərində yad etilməyib ismi Allahın. Həqiqətən o fisqdir. Həqiqətən şeytanlar dostlarına sizinlə mücadilə etməyi öyrədirlər. Əgər itaət etsəniz onlara, həqiqətən müşriklərsiniz. Ya kim ki meyyit idi və biz onu diri edib və onun üçün nur etdik ki, onunla insanlar arasında yol gedə. Məsəldə o kəs kimidir ki, zülmətdə qalıb ondan xaric ola bilmir. Beləliklə zinnət vermiş olduq kafirlər üçün əməlləri. Beləliklə külli yurtda böyükləri cərimə olunmuşlar etdik. Ondan ötürü ki, məkr etsinlər orada. Ancaq onlar öz nəfslərinə məkr edirlər və şuursuzdurlar. Onda ki, gəldi onlara ayət, deyirlər, biz inanmarıq ta o şeyin misli ki, Allahın rəsullarına verilib bizə verilməyə. Allah yaxşı bilir öz səfirliyinə harada qərar versin. İsbat edəcək o kəslərə ki, cərimə olunmuşlardır, alçaqlıq. Yanında Allahın və əzab şiddətli, nə ilə ki oldular məkirlilər. Kimi Allah istəsə hidayət edər, onun ürəyini təslim olmaq üçün genişləndirər və kimi istəsə zəlalətə tərk edər, onun ürəyini zayla daraldar. Sanki səmaya qalxar
Beləliklə Allah yönəldiyi ricsi o kəslərin üzərinə ki, inanmırlar. Bu yoludur Rəbbinin düz. Bu müfəssəl etdik ayələri yad edən qövm üçün. Biz müfəssəl etdik ayələri yad edən qövm üçün. Onlar üçün Rəblərin yanında sülh evi var. Və o dostudur onların. Nə ilə ki oldular əməl edənlər. O gün toplayar onları cəmiyyən. Ay cin toplusu. Əlbəttə siz çox istəyirdiniz bu insanlardan, onların insan dostlarından deyərlər, Rəbbimiz, biz bəzimiz istifadə etdik bəzimizdən və əcəlimizə yetişdik, hansı ki, sən bizim üçün təyin etmişdin, deyər. O sizin yerinizdir, həmişəlik onda qalacaqsınız, ancaq nə ki Allah istəyər. Həqiqətən Rəbbin həkimdir, alimdir. Beləcə dost edərik bəzi zalimləri bəzilərinə nə ilə oldular kəsb edənlər. Ay cin və insan toplusu, özünüzdən sizə rəsullar gəlmədimi mənim ayələrimi sizin üçün hekayət edələr və sizi bu günün görüşündən qorxudalar? Onlar deyərlər, biz şahidik üzərində öz nəfsimizin, dünya həyatı onları məğrur etdi və şahid oldular üzərində öz nəfslərinin ki, kafir olublar. Budur ki, Rəbbin heç bir diyarları bir halda ki, onun əhalisi qafil yaşayıb zülmlə həlak etməz. Küllüsü üçün dərəcələr nədən ki, əməl edirlər və deyil, Rəbbin qafil ilə nədən ki, əməl edirlər. Rəbbin qənidir və rəhmət sahibidir. Əgər o istəsə, sizi aparar və sizdən sonra kimi istəsə xəlifə edər. Nə qədər sizi ayrıq qovm zürriyyətindən inşa etdi. Həqiqətən nə ki sizə vəd olunur, gəlib yetişəcək və siz qadir deyilsiniz onu aciz edəsiniz. Ay qövmüm, hər nə imkanınızda var əməl edin. Mən də əməl edərəm və biləcəksiniz ki, aqibət evi kimin üçündür. Həqiqətən zalimlər nicat tapmayacaqlar. Onlar əkin məhsullarından və dörd ayaqlı heyvandan bir hissə Allah üçün ayırıb, gümanlarına görə deyirlər, bu hissə Allah üçündür və bu hissə şəriklərimiz üçün. Nə ki oldu şərikləri üçün Allaha yetişmir, nə ki oldu Allah üçün şəriklərinə yetişir. Necə də pis hökm edirlər. Beləliklə şərikləri zinnətləndirdi müşriklərdən əksəriyyəti üçün övladlarını qətlə yetirməyi. Ondan ötürü ki, onları məhv edib və dinlərini libasa bürüsün. Əgər Allah istəsəydi, onlar bunu etməzdilər. Tərk et onları, nə ki iftira etdiklərini. Gümanlarına görə dedilər, bu davar və əkin qadağandır. Onunla qidanlanır ancaq o kəs ki, kim ki biz istəyirik. Davar hansı ki kürəyi qadağandır və davar hansı ki üzərində Allahın ismini yad etmirlər, onun üzərinə iftira edirlər. Cəza verər onlara nə ilə ki oldular iftira edənlər. Dedilər, nə ki bu davarların bətnində var, bizim kişilərindir və bizim zövcələrimizə qadağandır. Əgər ölü olsa, onda şərikdirlər ona. O verər onların bu vəsiflərinə görə cəzasını. Həqiqətən o həkimdir, alimdir. Xəsarətdə oldular o kəslər ki, övladlarını elmsiz olaraq səfehlik üzündən qətlə yetirdilər. Və Allahın üzərinə iftira yaxaraq Allah verən ruzunu haram etdilər. Zəlalətə düşüb və hidayət olunmadılar. Odur ki, inşa etdi sizin üçün bağlar və bostanlar
və dadları müxtəlif olan xurma və əkin məhsulları və bir-birinə bənzəyən və bənzəməyən zeytun və nar. Onda ki, yetişən məhsullarından yeyin və yığım vaxtı haqqını verin və israf etməyin. Həqiqətən o israf edənləri sevməz, davarlardan yük çəkmək və fərş üçün. Yeyin nədən ki, ruzi verib sizə Allah və tabi olmayın şeytanın xətalı qədəmlərindən. Həqiqətən o sizin üçün aşkar düşməndir. 8 cüt qoyundan 2 və keçidən 2. De, 2 erkeği yoxsa 2 dişini, yoxsa 2 dişinin qarnındakı balaları qadağan etdi. Əgər doğru danışırsınız, bir biliyə əsaslanaraq mənə xəbər verin. Dəvədən 2 və inəkdən 2. De, 2 erkeği, yoxsa 2 dişini, yoxsa 2 dişinin qarınlarındakı balaları qadağan etdi. Yoxsa Allah bunu sizə tövsiyə edərkən şahid idiniz. Zalim o kəsdən kimdir ki, elm olmadan insanları zəlalətə salmaq üçün iftira edə, Allahın üzərinə yalanır. Həqiqətən Allah zalim qovunu hidayət etməz. De, mənə öyrədilənlər içərisində hər hansı bir kəsi yediyi tamlarda haram olan bir şey tapmıram. Ancaq ki, ola meyit, ya axar qan, ya donuz əti, həqiqətən o ricsdir və ya pisdir. Kəsilib qeyrisi üçün Allaha, onun ilə. Bununla yanaşı kim məcburiyyət qarşısında qalarsa, düşmənçilik etmədən və həddi aşmadan, həqiqətən Rəbbim qəfurdur, rəhimdir. O kəslər üçün ki, hidayət olunublar, haram etdik küllü dırnaqları, inək və qoyun bellərinə və ya bağırsaqlarına yapışan, ya sümüklərinə qarışan yağlar müstəsna olmaqla, onların piylərini də haram buyurduq. Həddi aşdıqlarına görə onlara belə cəzalandırdı. Həqiqətən biz doğru danışanlarıq. Əgər səni yalancı saysalar, de, Rəbbiniz geniş rəhmət sahibidir. Onun qəzəbi cərimə olunmuş qovmdan rədd olmaz. Deyəcəklər o kəslər ki, müşrikdirlər. Əgər Allah istəsəydi, nə biz və nə də atalarımız müşrik olar və nə də bir şey qadağan edərdik. Beləliklə onlardan qabaqçılar da yalan saymışdılar. Əzabımızı dadana qədər. De, bizim qarşımıza çıxara biləcək elminiz varmı? Siz ancaq zənnə tabi olursunuz, o ancaq yalan danışırsınız. De, tutarlı dəlil yalnız Allaha məxsusdur. Əgər o istəsəydi, sizi hamınızı hidayət edərdi. De, bunu Allah qadağan buyurmuşdur deyə şəhadət verəcək şahidlərinizi getirin. Əgər onlar şahidlik etsələr, sən onlarla birlikdə şahidlik etmə və tabi olma istəklərinə o kəslərin ki, ayələrimizlə bizi yalan sayırlar. Və o kəslər ki, inanmayırlar ahirət ilə, onlar Rəbləri ilə tay tutarlar. De, gəlin Allahın sizə nəyi qadağan etdiyini tilavət edin. Onun ilə şərik qoşmayın şeylə və valideynlərlə yaxşılıq və yoxsulluq üzündən övladlarınızı qətlə yetirməyin. Sizin də onların da ruzisini biz veririk. Zahiri və batini fahişələrə yaxın düşməyin. Və qətlə yetirməyin nəfsi, hansı ki Allah qadağan buyurur. Ancaq haqq olaraq belə vəsiyyət edir sizə onun ilə, ola ki, əql edəsiniz. Yaxınlaşmayın malına yetimin, ancaq hansı ilə ki o yaxşıdır, ta həddi bulluğa yetişələr. Vəfalı olun ölçü və mizana insafla. Biz nəfsi gücündən artıq
mükəlləf etmərik. Onda ki, söz söylərsiniz, yaxınınız olsa belə ədalətli olun və əhdi ilə Allahın vəfa edin. Belə vəsiyyət edir sizə onun ilə, ola ki, yad edəsiniz. Həqiqətən, bu mənim düz yolumdur və tabi olun ona və tabi olmayın onlara ki, sizi firqələrə böləcək onun yolundan. Belə vəsiyyət edir sizə onun ilə, ola ki, müttəqi olasınız. Sonra biz əta etdik Musaya kitabı tamam olaraq o kəs üçün ki, yaxşılardandır. Və təfsillə külli şey üçün və hidayət və rəhmət ola ki, onlar görüşü ilə Rəblərinə inanarlar. Bu nazil etdiyimiz mübarək kitabdır. Tabi olun ona və təqvalı olun, ola ki, sizə rəhm olunsun. Ona görə ki, deyirsiniz, həqiqətən nə ki, nazildir kitab üzərində iki tayfadan bizdən qabaq olduq, biz onların tədrislərindən qafil. Ya deyirsiniz, əgər nazil olsaydı üzərimizə kitab, olardıq hidayətli onlardan. Fəqət gəldi sizə bəyanat Rəbbinizdən və hidayət və rəhmət. Kim zalimdir o kəsdən ki, yalan say ayətləri Allahı və dəf edə onlardan. Cəzalandıracaq o kəsləri ki, dəf edirlər bizim ayələrimizdən pis əzabla. Nə ilə ki, oldular dəf edənlər. Gözləyirlər ancaq ki, özlərinə mələkləri ya sənin Rəbbini, ya Rəbbinin bəzi ayələrinin gəlməsini mi? Rəbbinin bəzi ayələri gələcəyi gün qabaqca iman getirməyən, ya imanına bir xeyir qazanmayan nəfsə imanın mənfəət verməz. De gözləyin, həqiqətən biz də gözləyirik. Həqiqətən sən o kəslərdən deyilsən ki, dinlərini firqələrə bölüb və oldular şiələr. Onları işi Allaha qalıbdır. Sonra xəbər verəcək onlara nə ilə ki, oldular fəaliyyətlilər. Kim yaxşılıqla gələrsə, onun üçündür həmin yaxşılıqların 10 misli. Kim pisliklə gələrsə, onun üçün ancaq həmin pisliyin misli qədər cəza var. Onlara zülm olunmaz. Həqiqətən Rəbbim məni hidayət edə yolun düzünə, qiymətli din olan Hənif İbrahimin millətinə və olmadığı müşriklərdən. Həqiqətən İslahatım və əksikliyim və həyatım və vəfatım Allah üçündür, Rəbbidir aləmlərin. Yoxdur şərik onun üçün və bunun ilə əmr olunub mənə və mən təslim olanların əvvəlincisiyəm. De, qeyr Allahı tələb edim Rəbb və Rəbbidir külli şeyin. Kəsb etmir külli nəfs ancaq öz əleyhinə. Yoxdur vəzirliklə vəzir axıra. Sonra tərəfinə Rəbbinizin müraciət edəcəksiniz və xəbər verəcək sizə nə ilə ki oldunuz onda ixtilaflı. Odur ki, etdi sizi xəlifə ərzə və rəfləndirdi bəzinizi fövqünə, bəzinizin dərəcələrlə sınaması üçün sizi. Nədə ki, əta edib sizə, həqiqətən Rəbbim sürətlidir iqaba, yəni tənbəhə, o qafurdur, rəhimdir. Ərəf surəsi. Bismillahirrahmanirrahim. Əlif, lam, min, sad. Kitab nazildir tərəfinə sənin və olmasın ürəyində daralmaq ondan, nəzərinə çatdırmağın üçün onunla və yad etmə inananlar üçün. Tabi olun nə ki nazildir tərəfinizə Rəbbinizdən və tabi olmayın ondan başqa dostlara. Az yad edirsiniz. Nə qədər diyarlardan həlak etdik oranı, gəldi oraya basqımız yatarkən, ya onlar qaim idilər. Olmadı çağırışları onlar
onda gəldi onlara baskımız. Ancaq ki, deyirdilər, həqiqətən olduq biz zalimlər. Biz sual edəcəyik o kəslərdən ki, göndərmişik onlara və sual edəcəyik mürsəllərdən. Hekayət edirik üzərinə onların elmlə və olmadıq biz qeybdə. O gün vəzn etmək haqdır. Kimin vəzni ağırdır, həmin onlar nicat tapacaqlar. Kimin vəzni yüngüldür, həmin o kəslərdir ki, xəsarət yetirdirlər nəfslərinə və nə ilə ki, oldular ayətlərimizlə zülm edənlər. Əlbəttə, əzdə sizə məkan verdik və sizin üçün orada məişət etdik. Az şükür edirsiniz. Əlbəttə, biz sizi xəlq etdik. Sonra sizə surət verdik. Sonra dedik mələklər üçün, adam üçün səcdə edin. İblisdən başqa hamısı səcdə etdi. O səcdə edənlərdən olmadı. Dedi, nə man oldu sənə səcdə edəsən, ona ki, əmr etdi sənə. Dedi, mən xeyirliyəm ondan. Xəlq edibsən məni oddan, onu isə xəlq edibsə gildən. Dedi, aşağı in oradan. Sənə olmaz ki, orada təkəbbürlük edəsən. Oradan xaric ol. Həqiqətən sən alçaqlardansan. Dedi, məni nəzərə alaraq möhlət ver, qalxacaqları günə qədər. Dedi, həqiqətən sən nəzərə alınıb möhlət verilənlərdənsən. Dedi, nə ilə ki, ağva etdin məni, oturaram onlar üçün sənin düz yolunda. Sonra mən onları önlərindən, arxalarından və sağlarından və sonlarından gələrəm və sən onları əksəriyyətini şükürdən tapmazsan. Dedi, oradan xaric ol, məzəmmət olunmuş, alçaldılmış halda. Onlardan kim sənə tabi olarsa, dolduracağım cəhənnəmi sizinlə cəmiyyən. Ay adam, sakin ol, sən və zövcün cənnətdə. Veyin ondan heysiniz istəyəni və olmayın bu ağaca yaxın və olarsınız zalimlərdən. Şeytan onları hər ikisinə vəsvəsə etdi. Örtülmüş ayıb yerlərinə aşkar olması üçün və dedi, Rəbbiniz sizi bu ağacdan ondan ötürü qadağan etdi ki, olmaysınız iki mələk ya həmişəlik qalanlardan. Və hər ikisinə and içdi. Həqiqətən mən sizin üçün nəsihət edənlərdənəm. Beləcə onların hər ikisini məğrur etdi. Amma elə ki, daddılar ağacın meyvəsindən, örtülü ayıb yerləri aşkar oldu. Və cənnət ağaclarının yarpaqlarından ayıb yerlərini örtməyə başladılar. Rəbbi onlara nida etdi. Mən sizə bu ağacı qadağan etmədimmi? Və demədimmi sizə həqiqətən şeytan hər ikisiniz üçün ədalətlidir aşkar? Dedilər, Rəbbimiz, biz öz nəfsimizə zülm etdik. Əgər sən bizi bağışlamayasan və bizə rəhm etməyəsən, həqiqətən xəsarətli olanlardan olarıq. Dedi, enin bəziniz bəzin üçün ədalətli. Sizin üçün əzdə qərar tutacağınız yer və mətah tərəfinə müəyyənin. Dedi, orada yaşayacaq, orada öləcək, oradan xaric olacaqsınız. Ay adam oğlanları, sizə ayıb yerlərinizi və tüklərinizi örtəcək bir libas göndərdik. Təqva libası daha xeyirlidir. Bu Allahın ayələrindəndir, ola ki, onlar yad edələr. Ay adam oğlanları, sınamasın sizi şeytan nə qədər valideynlərinizi cənnətdən xaric etdi. Onların libasını çıxartdı, ayıb yerləri onlara göstərmək üçün. Həqiqətən şeytan və onun qəbiləsi sizi görür o yerdən ki, siz onları görmürsünüz. Həqiqətən biz şeytanı dost etdik. O kəslər üçün ki, inanmırlar. Onda ki, edirlər fahişəlik, deyirlər, atalarımızı bunda tapmışıq və bunu Allah bizə əmr edib. Həqiqətən Allah fahişəlik ilə əmr etməz.
Allah barəsində bilmədiyinizi mi deyirsiniz? Və əmr etdi Rəbbin insaf ilə. Hər ayağa qalxanda üzünüzü külli səcdə edilənin yanında ona tərəf tutun və dininizi, yəni yolunuzu xalis onun üçün edərək çağırın onu. Nə qədər o sizi qabaqca vücuda getirdi, eləcə də qaydarsınız. Bir dəstəni o hidayət etdi və bir dəstə üçün üzərində onların haqq oldu zəlalə. Həqiqətən onlar Allahın əvəzinə dost tutdular şeytanları və hesab etdilər ki, hidayət olunublar. Ay adam oğlanları, götürün zinnətinizi külli səcdə edilənin yanında və yeyin və için və israf etməyin. Həqiqətən o israf edənləri sevməz. De, kim Allahın öz bəndələri üçün xaric etdiyi zinnəti və pak ruzları qadağan edibdir. De, bu o kəslər üçündür ki, dünya həyatında xalisənə qiyamət günü inanırlar. Biz ayələrimizi bilən qövm üçün belə müfəssəl edirik. De, həqiqətən Rəbbin qadağan edib zahiri və batini fahişəliyi və günahı və haqsız zülmü və Allah ilə şərik qoşmağınızı ki, nazil etməyib onunla sultanlıq və bir də Allah barəsində bilmədiyinizi deməyi. Külli ümmət üçün müəyyən əcəl var. Onda ki, gəldi əcələ onların nə bir saat təxirə düşər və nə də təqdim olunar. Ay adam oğlanları, nə vaxt ki gələndə sizin üçün rəsullar sizin özünüzdən mənim ayələrimi sizə hekayət edəndə kim təqvalı olub və islah etdi, onların üzərində xof yoxdur və hüzünlü olmayacaqlar. O kəslər ki, yalan saydılar ayətlərimizlə bizi və təkəbbürlük etdilər ondan, həmin onlar od əshabıdırlar. Onlar orada həmişəlikdirlər. Kimdir zalim o kəsdən ki, iftira edə üzərinə Allahın yalanı, yaxud yalan saydı ayətlərlə onu, həmin onlar nail olarlar kitabdan olan nəsiblərinə. Ha, onda ki, gəldi onlara elçilərimiz, onların canlarını almaq üçün deyərlər, Allahdan başqa çağırdanlarınız haradadır? Deyərlər, bizdən tib yox oldular. Şahid olarlar üzərində öz nəfslərinin ki, onlar kafir olurlar. Deyər, daxil olun sizdən qabaq gəlib getmiş, od içərisində olan cinlərdən və insanlardan ibarət ümmətin arasına. Küllinə ki, daxil olduğu ümmət lənətləyir bacılıqlarını. Ta onda ki, dərk edirlər orada cəmiyyən, dedi, axırdıqlar əvvəlkilər üçün. Rəbbimiz bunlardır ki, bizə zəlalətə saldılar. Onların əzabını 2 qat artır oddan. Dedi, külli üçün 2 qatdır və lakin bilmirsiniz. Əvvəlkilər axırdakılara deyərlər, siz üstün olmadınız bizdən və dadın əzabı nə ilə ki oldunuz kəsb edənlər. Həqiqətən o kəslər ki, yalan saydılar ayətlərimizlə bizi və təkəbbürlük etdilər ondan, heç vaxt səmanın qapıları onlar üçün açılmaz və cənnətə daxil olmazlar. Ha, əgər dəvə iynə qulağından keçər, biz cərimə olunmuşları belə cəzalandırırıq. Onlar üçün cəhənnəmdə döşək üstlərinə örtükləri vardır. Biz zalimləri belə cəzalandırırıq. O kəslər ki, inanırlar və əməllərini islah edirlər, biz heç bir nəfsə öz gücündən artıq yükləmərik. Həmin onlar cənnət əshabıdırlar, orada həmişəlikdirlər. Biz çıxardarıq onları ürəklərindən kini, cari olur altından onların nəhirlər,
Və deyirlər onlar, həm də Allah üçündür. Odur ki, hidayət etdi bizi bunun üçün. Biz hidayət olunmazdıq, əgər Allah hidayət etməsəydi bizi. Əlbəttə, gəldi Rəbbimizin elçiləri haqq ilə nida olundu. Budur sizin üçün cənnət. Varis oldunuz ona nə ilə ki, oldunuz əməl edənlər.